Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 36-cı sınağın sualları ilə tanış olacağıq. Başlayarıq ilk sualdan. Biyokimya funksiyanın həyata keçməsini təmin edən canlı. Biyokimya funksiyanı hansı üç funksiyadır? Canlı, deməli, məhv olmuş orqanizmlərin qalıqlarını qeyri-üzvü maddələri, yəni qeyri-üzvü maddələrə qədər parçalayan canlılar. Görək bu canlılar hansı canlılardır? Pas göbələyi. Pas göbələyi ümumiyyətlə, yəni parazit orqanizmdir. Üzvü qalıqları parçalamır. O, deməli, qidalanması başqa canlının hesabına parazit yolla baş verir. Sonra ağac bitkiləri, xeyr, bunlar yəni bu prosesi həyata keçirmirlər, parasit orqanizmlərdir. Şampinyon göbələyi papaqlı göbələklərdir. Papaqlı göbələklər də sapropit orqanizmlərdir. Onlar da yenə demək, üzvü maddələri qeyri-üzvü maddələrə qədər parçalayırlar. Ona görə şampinyon göbələyi olacaq burada, mamır və qışı bu isə olmayacaq. İkincidə, canlı maddənin funksiyaları nə zaman meydana çıxır? Canlı maddənin funksiyaları deyək ki, canlı maddənin funksiyası ümumiyyətlə nə zaman meydana çıxırdı bu funksiyalar? Bu funksiyalar maddələrin dövranı zamanı baş verirdi. Qidalanma zamanı verib, yəni qidalanma zamanı burada tam əhatəli cavab deyil. Tənəffüs prosesi həmçinin özünü tənzimləmə. Burada maddələr müəllisi çoxalma inkişaf bəndə daha belə ətraflı cavabdır. Yəni burada maddələrin barəsində çoxalma inkişaf prosesləri zamanı canlı maddənin funksiyaları meydana çıxa bilər. Sonra üçüncü sualda deyir ki, plankton orqanizmləri atomların biyoloji miqrasiyasının neçənci növündə iştirak edir. Plankton orqanizmlər həm birinci yerlərdə ola bilirlər, məsələn, yosunlar kimi. Yəni onlar birinci miqrasiyada iştirak edirlər. Həm də məsələn çoxucəyirəli olanlar var içərilərində, tutaq ki, xərçənglərin sürfələri. Bunlar çoxucəyirəlidirlər. Yəni onlar da ikinci növ miqrasiyanı həyata keçirəcəklər. Ona görə birinci və ikinci növü götürə bilərik. Bu da C bəndində verilmişdir. Növbəti dördüncü sualda. İnsan biyoloji miqrasiyanın hansı növündə iştirak edə bilər? İnsan çoxucəyirəli canlı olaraq həm deməli, ikinci növdə, həm də insan olaraq ikinci növdə iştirak edəcək. Ona görə ikinci və üçüncü növü götürüb, bu da C bəndində verilir. Pişiklərdə tükün rənginə görə dişi və erkək vədilərdə müvafiq olaraq neçə fenotip müşahidə oluna bilər? Demək, ümumiyyətlə pişiklərdə rəng əlaməti dominant var idi, deməli resiv əlaməti var idi, bir də ki, qeyri-tam dominantlıq var idi. Əgər böyük dominant ağlar olardısa, qara rəng üzə çıxacaqdı, kiçik ağlar olardısa, sarı rəng üzə çıxacaqdı. Amma əgər demək, qarışıq, yəni heterozigot vəziyyətdə olardısa, bu zaman ala-bula rəng üzə çıxacaqdı. Ala-bula pişiklər. İndi baxaq. Rəng əlaməti də X xromosomu ilə daşınır. Əgər dişi pişiyi götürsək, dişi pişikdə 2 dənə X xromosom var idi. Hər ikisi dominant olsa, deməli qara rəng olacaq. Hər ikisi resessiv olsa, sarı rəng üzə çıxacaq. Əgər hər ikisi heterozigot belə vəziyyətdə olsa, dişi pişiklərdə ala-bura rəng üzə çıxacaq. Erkək pişiklərə baxaq. Erkək pişiklər isə bir dənə X-ə malikdir. Onlarda ya böyük A olar, böyük A olsa qarı olacaqlar. Ya da kiçik A ola bilər, kiçik A olsa, düzdür, sarı rəng üzə çıxacaq. Sarı rəng üzə çıxacaq. İndi burada bizim sualda nə idi? Deyirdi ki, tükün rənginə görə dişi və erkək vədilərdə müvafiq olaraq neçə fenotip müşahidə olunur? Neçədən fenotip müşahidə olunur dişi və erkəklərdə? Demək, 3 dənə dişilərdə fenotip müşahidə olundu, 2 dənə də erkəklərdə fenotip müşahidə olunur. Yəni, 5-ci sualda cavab B bəndi olacaq. 6-cı sualda bununla bağlıdır. Pişiklərdə tükün rənginə görə dişi və erkək vədilərdə müvafiq olaraq neçə genotip müşahidə olunur? Genotip də yenə də demək 3 genotipdir. Dişi də erkəkdə də 2 dənə genotipdir. Bu da C bəndində verilmişdir. Yəni 5-də sual B oldu, 6-da da C oldu. Sonra tetraploid canlının 4 somatik və 3 cinsi hüceyrəsində cəmi 440 xromosom vardır. Bu xromosomlardan neçəsi cinsi xromosomlardır? Neçəsi cinsi xromosomlardır? Tetraploid canlı 4 xromosom yığımına malikdir. Əvvəlcə gəlin diploidlərə görə bunları yazaq. Diploid canlının somatik hüceyrəsində 2, cinsi hüceyrəsində isə 1 dənə cinsi xromosom var. Eyni şey tetraploidlər üçün yazsaq, onların da somatik hüceyrəsində 4, cinsi hüceyrəsində isə 2 cinsi xromosom olacaq. İndi deyək ki, tetraploid orqanizmin 4 somatik hüceyrəsi. 4 somatik hüceyrənin hərəsində 4 dənə cinsi xromosom olduğuna görə 4-ü vururuq 4-də, bu edir 4 deməli hüceyrədə 16 cinsi xromosom. 3 dənə də cinsiyyət hüceyrəsi deyilir. Hər cinsiyyət hüceyrəsində isə cinsiyyət xromosomlarının sayı 2-dir. 3-ü 2-yə vuranda 6. Demək, bunları toplayanda edir 22 cinsi xromosom. Yəni 4 somatik və 3 cinsi hüceyrədə cəmi 22 cinsi xromosom var. Bu da B bəndində verilmişdir.
Nə zaman hər hansı bir əlamətin resissiv yaxud dominant olması bu əlamətin üzə çıxmasına rol oynamaz. Əgər əlamət ananın X xromosomunda homoloji olmayan sahəsində yerləşir. Ümumiyyətlə, gəlin X xromosomları çəkək, Y xromosomu da çəkək. Bu kişi orqanizmində təbii ki, bu yanda da bir qadın orqanizminə məxsus X xromosomları çəkək. Bu X xromosomların və Y xromosomların bir-birlərinə homoloji olan sahələri var və homoloji olmayan sahələri var. Bunu yuxarı hissədə göstərdik belə. Deyək ki, əlamət ananın X xromosomunda homoloji olmayan sahəsində yerləşdikdə, ananın X xromosomunun homoloji olmayan sahəsində yerləşən bir gen. Tutaq ki, burada yerləşir. Resissiv yaxud dominant olması bu əlamətin üzə çıxmasına rol oynayarmı? Ananın X xromosomunun homoloji olmayan sahəsində yerləşən deməli, bu gen rol oynayacaq. Tutaq ki, atada bu əlamətə görə resissivlik varsa və yaxud da ki, fərq yox, dominantlıq varsa, bu əlamət üzə çıxanda deməli, A şəklində üzə çıxacaq. Demək ki, əlamət dominant olacaq. Yox, əgər tutaq ki, bu hissədə, indi bunu bu dəfə digər X xromosomunda göstərirəm, ananın digər X xromosomunda göstərirəm. Kiçik A olarsa, həmin əlamətə görə, atadan da kiçik A-nı aldığına görə burada resissiv əlamət üzə çıxacaq. Həmin əlamətin resissiv forması üzə çıxacaq. Deməli, ananın X xromosomunun homoloji olmayan sahəsində yerləşən əlamətin dominant və yaxud da ki, resissiv olması həmin əlamətin üzə çıxmasına rol oynayır. Sonra, ikinci. Hala baxaq indi. Bu hissələri uzun. Demək deyir ki, əlamət ananın Y xromosomunun homoloji olmayan sahəsində yerləşdikdə, Y-in homoloji olmayan sahəsində yerləşən bir əlamət. Tutaq ki, burada yerləşən bir əlamət. Bunu da işarə edək. Tutaq kiçik C ilə. Bu əlamətin üzə çıxmasında, yaxud əlamətin resissiv yaxud dominant olması bu əlamətin üzə çıxmasında rol oynayarmı? Yoxsa oynamazmı? Kiçik C Y xromosomunda yerləşir və X-ların heç birində, yəni Y-in homoloji olmayan sahəsində yerləşir bu əlamət və X-ların heç birində buna müvafiqlik yoxdur. Yəni buna uyğun gələn, alternativ olan bir gen yoxdur. Bu əlamət Y-də homoloji olmayan sahəsində yerləşən bu əlamət ancaq kişilərdə meydana çıxa bilər, bu erkək fərdlərdə. Əsasən də, yəni bütün canlıların adətən hamısında belə deyil, amma əksəriyyətində erkək fərdlər deməli Y xromosomu daşıyır. Bəzilərində X xromosomu, dişilər də Y xromosomu daşıyır, amma əksərən erkəklər olduğuna görə mən bu ifadəni işlətdim. Bu əlamət ancaq demək Y xromosomunda olduğuna görə X-ların heç birində buna alternativ yoxdur. Yəni bunun dominantı və yaxud da resissivi heç birində yoxdur, olmayacaq. Buna görə də bu əlamət necədirsə, elə o şəkildə də üzə çıxacaq. Resissivdirsə, resissiv şəkildə üzə çıxacaq. Dominantdırsa, dominant şəkildə üzə çıxacaq. Yəni əlamətin resissiv və yaxud da ki, dominant olmasında bu heç bir rol oynamayacaq. Çünki bunun alternativi X xromosomlarında yoxdur. Niyə görə yoxdur? O səbəbdən yoxdur ki, bu Y-in X-a homoloji olmayan sahəsində yerləşir. Bu səbəbdən. Ümid edirəm ki, bu testin izahı aydın olar hər biriniz üçün və anlaşılan bir şəkildə izah etməyə daha doğrusu çalışdım. Ona görə bu rol oynamayacaq. Elə rol oynamayan bu olacaq. Əlamət atanın X xromosomunda yerləşdikdə, atanın X xromosomunda yerləşdikdə özdə demir homoloji yaxud homoloji olmayan sahəsində. X xromosomu üçün bunun sahəsi, yəni homoloji olan sahə var. Anada. Əlamət ananın X xromosomunda homoloji sahədə yerləşdikdə, homoloji sahə deyilsə xüsusilə. Təbii ki, bunun Y-də də homoloji sahəsi var, yəni alternativi olar orada dominantın resissiv, resissivin dominant qarşılığı. Əlamət atozom xromosomlarda yerləşdikdə, bu da yəni daha çox üstünlük verir əlamətin dominant və yaxud da resissiv şəkildə üzə çıxmasına. Yəni burada artıq məhdudiyyət yoxdur. Ona görə burada elə B bəndi uyğun cavab olacaq. 2D heterozigot fərdlərin çarpazlaşmasından 2D heterozigot fərd əmələ gələn valideynlərlə eyni fenotipə malik olan fərdlər yaşama qabiliyyətlərini itirərsə, sağ qalan fərdlərin fenotip nisbəti necə olur? Hər iki əlaməti bir anatomik dominantlıq var. Aha. Bu çarpazlaşma, əgər tam dominantlıq şəraitinə gedərsə, Mendelin 3-cü qanununda olduğu kimi, orada fenotip nisbəti görürdük ki, 9-un 2-yə, 10-un 2-yə, 10-da 1-ə nisbətində alınırdı. Fenotip nisbəti isə 4-ün 2-yə, 10-un 2-yə, 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 10-un da 4 dənə 1-ə nisbətində alınacaq. Amma indi
Burada natamam dominantlıq şəraitidir. Artıq natamam dominantlıq şəraitində bu nisbət, yəni fenotip nisbətinin 9-cu, 3-cü, onda bir nisbəti olması özünü doğrultmur. Həm fenotip, həm də genotip 4-ün 4 dənə 2-yə, onun da 4 dənə 1-ə nisbətində olacaq. Gəlin indi bunun necə alındığına baxaq və necə alındığını yazaq. Əvvəlcə deməli bu fərqləri gətiririk monohibrid çarpazlaşmaya. Monohibrid çarpazlaşmaya gətirəndə görürük nə alındı? Alındı bir dənə böyük A, böyük A, 2 dənə böyük A, kiçik A, bir dənə də kiçik A, kiçik A. Beləcə də B-ni gətirəndə monohibridə gətirəndə bir dənə alındı böyük B, böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə kiçik B, kiçik B nisbətində deməli parçalanma alındığını görürük. İndi bunların demək fenotip nisbətlərini yazaq. Fenotip nisbətlərini gəlin bir də başdan yazaq. A-lara görə alınan idi bu. Eləcə də B-lərə görə alınan. Bunların necə alındıqlarını da yazdım. B-yə görə də yazsaq, B-yə görə. Yenə də birinci, onun bir nisbəti yazırıq. Böyük B, böyük B, böyük B, kiçik B və bir dənə də kiçik B alınacaq. İndi bunları çarpazlaşdıraq. Əvvəlcə bu biri, yəni bu böyük A-nı bunlarla çarpazlaşdırıb yazıram. Əvvəlcə bunu çarpazlaşdırsam, böyük A, böyük B alınacaq bir pay. Çünki biri birə vuranda 1 eləyir. Sonra bu A-nı bu B-lərlə çarpazlaşdırıram. A, B. Mən neçə dənə oldu? 1-i 2-yə vuranda 2 elədi. 2 dənə. Sonra bir dənə də indi bu böyük A-nı böyük B-lərlə çarpazlaşdırıram. A, B. Biri birə vuranda bu da 1 nisbətdə elədi. Sonra ikinci dəfə götürürəm bu A-nı, yəni böyük A, kiçik A-nı həmin bu ədədlərə vururam. 2-ni 1-ə vuranda edir 2. 2 dənə nə? Böyük A, kiçik A, böyük B. Sonra 2 dənə 2-ni 2-yə vuranda 4 edir. 4 dənə böyük A, kiçik A, böyük B, kiçik B. Sonra davam edirəm. İndi 2-ni yenidən 1-ə vururam buna vurmaq üçün. 2-ni 1-ə vuranda alınır 2 dənə böyük A, kiçik A, kiçik B. Sonra indi bu səfər artıq 3-cünü vururam. 3-cünü. Kiçik A-nı vururam. Kiçik A-nı da vuranda böyük B-yə vuranda birinci alınır bir nisbət A, B. Sonra növbəti dəfə buna vuranda alınır 2 dənə A, B və üçüncü də C-yə də vuranda alınır bir nisbət A, B. Belə bir çarpazlaşma alındı. İndi mən burada müəyyən hissələri pozub özümə yer açmalıyam. Var hissədən pozum. Aldığım nisbətləri böyükdən kiçiyə doğru yazıram. Birinci nə almışam? 4 dənə aldım böyük A, kiçik A, böyük B, kiçik B. Birinci böyük yazdım. Sonra keçim ikiləri yazıram. İkilər. Məsələn, bu ikini yazıram. 2 dənə böyük A, kiçik B. Bunu da yazdım. Sonra bu ikini yazıram. Demək, 2 dənə böyük A, kiçik A, böyük B. Bu da getdi. Sonra bu ikini də yazım. Bu ikini yazanda 2 dənə böyük A, böyük B, kiçik B. Keçib indi birləri yazıram. Yox, hələ 2-nin biri də qaldı. 2-nin biri də budur. 2-nin biri də budur, bunu da yazıram. 2 dənə deməli kiçik A, böyük B, kiçik B. Bunu da yazdım. Sonra keçib indi başlayayım birləri yazmağa. Birləri yazıram. Birlərdən birinci ilə bu biri yazım. Bu hissədə gördüyümüz biri. Demək, böyük A, kiçik B. Sonra davam edirəm. Sonra bu B-ni yazacağım. Elə bunu da pozmuram. Öz üzərində düzəliş edirəm. Demək, nə idi bu? Dəqiqə. Daha səliqəli bir şəkildə pozum.
Davam edim. Bu nisbətdə böyük A, kiçik B. Sonra böyük B, böyük B və bir dənə də nisbət, bu nisbət qaldı sonuncu A, B, B. Aha, hər birini yazdıq. Belə. Buradan indi bu şəkildə bir fenotip alındı. Valideynlərlə deyək ki, eyni fenotipə malik olanlar. Valideynlə eyni fenotipə malik olan hansı da bu. Bunlar məhv olurlar. Bəs qalan fenotiplərin nisbət necədir? Qalan fenotiplər hansılardır? 2-nin 2-yə, 10-un 2-yə, 2-yə, onun da 4 dənə bir nisbəti. Belə bir nisbət alındı. Bu nisbətdə B bəndində vermişdik. Yəni 9-cu sualda cavab B bəndi olacaq. Deyərsiniz ki, 9-cu sualı niyə bu qədər uzun bir müddətdə yəni izaha çəkdi? Yəni mən bunun sadəcə cavabını da götürüb yaza bilərdim. Sadəcə bu 4-ün 4-2-yə, onun da 4 dənə birə nisbəti hardan gəlir? İstədim həm də o barədə bir qədər yazım, məlumat verim. Ona görə sual bir qədər uzun çəkdi. Yəni kimsə qane eləməsə, videonun həmin yeri xoşuna gəlməsə, həmin yeri ötürə də bilər, ötürə də baxar və birbaşa cavaba gəlib çıxa bilər. Sonra keçək 10-cu suala. 10-cu sualda genlər arasındakı məsafəni bilməklə nəyi müəyyən etmək olar? Genlər arasında məsafəni bilməklə biz Krasingover ehtimalını müəyyən edə bilirik. Yəni genlər demişdik bir-birlərinə nə qədər yaxın yerləşərlərsə, onların arasında Krasingover etmə ehtimalı və ya da Krasingover etmə faizi azalır. Amma nə qədər uzaq yerləşərsə, bir o qədər demək Krasingover ehtimalları artır. Ona görə elə buradan demək, Krasingoverin faizi deyirsəm, ona görə burada A bəndini ilə götürəcəyik. İlişikli keçən əlamətlərin növünü. İlişikli keçən əlamətlərin, məsəl üçün, ehtimalını desəydi, bunu da tapa bilərdik. Amma növün deyir, yox. Homozigot genotipi fərdlərin sayı yox. Əmələ gələcək fenotip növlərinin sayını yox. Genotipin fenotipə nisbətini yox. Bu da yox. Yəni A bəndi burada ən uyğun cavab olacaq. X cinsiyyət xromosomu ilə ilişkili keçən hansı xəstəliyə görə kişilər daşıyıcı ola bilməzlər? Aha, baxaq burada cavablara. Burada Down sindromu, Sheshevski-Turner, Klinefelter, Edward, Patau, bunlar xromosom sayının demək aneuploidiyasına, yəni artıqlığından və yaxud da ki, əskiliyindən yaranan xəstəlikdir. Yəni bu X cinsiyyət xromosomu ilə ilişkili keçən bir əlamətdən yaranan xəstəlik deyil. Bunlar sindromları çıxırıq, ona görə biz A-nı, B-ni və E bəndini çıxırıq. Sonra D bəndində Tay-Sachs və hemosisteria xəstəliyi var. Bu xəstəliklər maddələr mübadiləsinin pozulmasına yaranan xəstəliklərdir. Bunları da çıxırıq. Hemofiliya və daltonizm. Bu xəstəliklər bəli. Bunlar demək X cinsiyyət xromosomu ilə ilişkili keçən demək əlamətlərin mövcudluğundan yaranan xəstəliklərdir. Məsələn, X xromosomu ilə əlaqəli keçən hemofiliya deyək. Hemofiliya xəstəliyi burada ya böyük yəni H olur kişilərdə, ya da kiçik H olur. Əgər böyük H olsa, kişi fenotipcə sağlam olacaq, kiçik H olsa xəstə olacaq. Amma qadınlarda 3 hal mümkündür. Sağlam olduğu hal, qadının daşıyıcı olduğu hal və qadının xəstə olduğu hal. Daşıyıcı olduğu halda həm böyük H, həm də kiçik H daşıyır. Amma kişi üçün belə bir hal mümkün deyil ümumiyyətlə. Mümkün olmadığına görə yəni bunu götürmürük kişidə. Daltonizm də həmçinin. Yəni hemofiliya kimi, yəni burada da demək eyni hal mövcuddur. Ona görə burada cavab elə C bəndi olacaq. C bəndi uyğun cavab olacaq. Sonra kişinin X xromosomunun homoloji olmayan sayəsində letal mutasiyaya səbəb olan əlamət aşkarlanmışdır. Bu əlamətin oğlunu ötürməsi ehtimalı necə faizdir? Əgər əlamət kişinin X xromosomunun homoloji olmayan bir sayəsində yerləşirsə, homoloji olmayan sayəsində, tutaq ki, X xromosomudur, Y xromosomudur, homoloji olmayan sayəsində yerləşən bir əlamətdir. Bunun, yəni bu əlamətin alternativi Y-də olmayacaq, çünki homoloji olmayan sahədə yerləşir. Bu deməkdir ki, əlamət Y-də olmayacaqsa, kişi də öz oğluna Y cinsiyyət xromosomları ilə əlamət ötürə bilir, yəni X cinsiyyət xromosomunu qızlarına verir. Demək, əlamət Y-də olmayacağına görə, bu əlamətin oğluna ötürülməsi ehtimalı 0% bərabərdir.
13-cü sualda buna oxşayır. 13-cü sualda deyir ki, qadının xromosomunda homoloji olmayan sayəsində letal mutasiyaya səbəb olan əlamət aşkarlanmışdır. Bu əlamətin oğluna ötürülməsi ehtimalı necədir? Qadının cinsiyyət xromosomları ancaq X cinsiyyət xromosomlarıdır. Hər ikisi X-dir. Bunların istər deməli necə deyim, homozigot olan, homozigot yox, daha doğrusu homoloji olan, istərsə də homoloji olmayan sayəsində gelişən bir əlamət, X üzərində gelişən bir əlamət, qadın oğul övladına X cinsiyyət xromosomunu verdiyinə görə oğluna keçəcək. 100% keçmə ehtimalı var. Yəni ehtimal deyir. Biz də götürürük ki, 100% keçmə ehtimalı var. Ona görə A bəndi burada uyğun cavab olacaq. Heterogamit genotipli bir canlıda X-i təyin edin. Haploid xromosom sayı N-dir. Sonra somatik hüceyrədə xromosom müxtəlifliyi A-dır. Somatik hüceyrədə autosom xromosom müxtəlifliyi isə X-dir. Canlı heterogamit bir canlıdır. Yəni cinsiyyət xromosomları XY şəklindədir. Yəni burada 2 müxtəliflik var. Cinsiyyət xromosomuna görə 2 müxtəliflik var bunun somatik hüceyrəsində. Ümumən somatik hüceyrədə xromosom müxtəlifliyi A yazıb və deyir ki, autosom xromosom müxtəlifliyi X-dir. Autosom xromosomu deyərkən, yəni bu qadın və kişidə, yəni erkək və dişidə daha doğrusu eyni olan xromosomlar nəzərdə tutulur. Yəni cinsiyyət xromosomları ora daxildir. Autosom xromosom müxtəlifliyi X-dırsa, canlı heterogamit canlı olduğuna görə dedik ki, cinsiyyət xromosomlarına görə də 2 dənə müxtəliflik var. O 2 müxtəlifliyi də gələndə üzərinə ümumən hüceyrədə olan xromosom müxtəlifliyini, yəni A-nı alırıq. Buradan nə çıxır? X deməli buradan görünür ki, A çıxma 2-yə bərabərdir. Bu da C bəndində bizə verilmişdir. Hansı canlıda autosom xromosom müxtəlifi N-1 qədər olmur? N-1 nə deməkdir? N haploid xromosom yığımından bir əskik sayda. Tutaq ki, insanda haploid xromosom yığımı 23-dir. 23-dən bir əskik sayda 22 dənə autosom xromosom müxtəlifliyi var doğrudan da. Yəni 44 dənə autosom xromosom var. Onların müxtəlifliyi 22 dənə götürülür. Çünki bir-birlərinə homolojidilər onlar. Burada verilən canlılar içərisində biz baxaq. Məsələn, verib dişi kərtənkələ. Ümumiyyətlə, kərtənkələ sürünənlərə aiddir. Sürünənlərdir, quşlardır, kəpənəklərdir. Bunların dişiləri heterogamit, erkəkləri homogamit olur. İndi dişi kərtənkələ dediyinə görə A-da biz bunu götürürük dişi kərtənkələnin XY şəklində. B-də məsəl üçün erkək sərçə verilib XX götürürük. C-də verib dişi qoyunu XX götürürük. D-də verib erkək çərtkəni XY olmalı idi, amma düzqanadların erkəklərində XY olmalı olduğu halda Y olmur və X0 şəklində yazılır. E-də də verib bizə deməli erkək cüvəni, cüvələrin də dişisi XY-dir. X0 olur bəzilərində. Demək erkəkləri isə XX şəklindədir. Burada baxaq, cavablar içərisində D bəndində uyğunsuzluq var. Niyə? Tutaq ki, bu çərtkədir. Çərtkənin məsələn deyirəm, biz götürək autosom xromosom sayının somatik hüceyrəsində 18. Bunu 2 dənə də cinsiyyət xromosomu yazılmalıdır. İndi biri X0 şəklində yazılır. Burada indi bunun autosom xromosom müxtəlifliyi 9-dur. Haploid xromosom yığımına gəldikdə isə bunun haploid xromosom yığımı 9 plus X şəklində də ola bilər. 9-0, yəni elə 9 dənə də ola bilər. Ona görə biz bunu deyə bilmirik ki, haploid xromosom yığımından, daha doğrusu haploid xromosom yığımı, daha doğrusu bunun autosom xromosom müxtəlifliyi, yəni 9 haploid xromosom yığımından bir əskik olduğunu deyə bilmirik. Məsələn, tutaq ki, belə bir halda bir əskik götürərik. Amma belə olduğu halda biz artıq onu bir əskik götürə bilmirik. Ona görə buradan yəni erkək çərtkə variantı, yəni D variantı yanlış olacaq. Diploid bir canlıya aid olan məlumatlar cədvəldə verilmişdir. Bu məlumatlara əsasən X-i tapın. Somatik hüceyrəsinin anafazasında xromosom dəsti N-dir. Yetişmə zonasına daxil olan hüceyrə sayı 4-dür. Əmələ gələn yönəlici cimciklərin autosom xromosom sayısı X-ə bərabərdir. Yazaq. Demək, deyək ki, somatik hüceyrəsinin anafazasında xromosom sayı N-ə bərabərdir. O zaman gəlin belə düşünək. Bu N-lə, burada verilən N-lə xromosom yığımı N-i fərqləndirmək üçün mən buradakı M-i müvəqqəti olaraq M olaraq götürəcəm. M olaraq götürürəm. Axırda cavablarda yenə də N götürəcəm, amma indilik M götürürəm. Anafazada 2N, 2N isə digər qütbdə xromosom yığımı olur. Yəni anafazada xromosom yığımı 4N olur. Həmin 4N-i M-ə bərabər edirəm. Buradakı elə bir N-in yerinə M qoyub yazıram da, M-ə bərabər edirəm. Yetişmə zonasına daxil olan hüceyrə sayı 4-ə bərabərdir. Yetişmə zonası bir hüceyrə daxil olanda sonda 4 hüceyrə yaranır. Bunlardan 3-ü yönəlici cimcik olur, biri qamet olur. İndi bizə yönəlici cimcik lazımdır. 4 hüceyrə daxil olubsa, demək
12 dənə burada yönəlici cimcik əmələ gəlib. Və həmin yönəlici cimciklər haploid xromosom yığımına malikdir. Əgər canlının 4N xromosom yığımı burada verilən kimi M-ə bərabərdirsə, o zaman N, yəni haploid xromosom yığımı M bölünsün 4-ə bərabərdir. 12 dənə yönəlici cimcikin hər birində M bölünsün 4 sayda hüceyrə var. O zaman belə edirik. 12-ni vururuq M bölünsün 4-ə və tapaq görək bunlarda nə qədər xromosom var. Bunlarda 3M sayda xromosom var. Bu, həmin 12 hüceyrənin, yəni 12 yönəlici cimciyin haploid xromosom yığımının cəmidir. Bizdənsə sualda soruşduğu autosom xromosom yığımıdır. Hər bir yönəlici cimcikdə bir dənə cinsiyyət xromosomu olur. Qalanları autosom xromosom olur. 12 ədəd yönəlici cimcik varsa, 12 yönəlici cimciyin hərəsində bir dənə cinsiyyət xromosomu, bu da edir 12 cinsiyyət xromosomu. Qalanlar isə autosom xromosomlardır. Ümumən 3M sayda xromosom var idi. Bunlardan 12-si əgər cinsiyyət xromosomdursa, o zaman belə çıxır ki, 3M minus 12-si və ya cavabda verildiyi kimi 3N minus 12-si autosom xromosomlardır. Bu da B bəndində verilmişdir bizə. Sonra 17-ci sualda deyir ki, daltonizm əlamətinə görə qadınlarda necə genotip və necə fenotip olur? Daltonizm X cinsi xromosomlarla ilişkili şəkildə nəsil ötürülür və qadınlarda 2X xromosom var. Ona görə də burada demək baxaq, tutaq ki, A-la işarə eləyək əlamətlərin dominantın, yəni bu artıq bu insanlar daltonizm əlamətinə malik deyirlər ümumiyyətlə. Burada daltonizmə görə daşıyıcı olanlar, burada isə daltonizm əlamətini resessiv şəkildə özlərində göstərənlər, yəni daltonizm göstərilir. Rəng korluğu bu insanlarda üzə çıxıb artıq. Baxaq burada, neçə dənə fenotip var? 2 dənə fenotip var. Böyük A daşıyanlar sağlamdır, kiçik A daşıyanlar xəstədir. 2 fenotip var demək ki. Bəs genotip neçə dənədir? Genotip isə 3 dənədir. Böyük A-lar, böyük A, kiçik A və kiçik A-lar. 3 dənə də genotip var. Demək 2 fenotip, 3 genotip. Bu da verilmişdir. Demək A bəndində. 18-ci suala baxaq. Əgər canlıda haploid xromosom sayı A-ya bərabərdirsə, somatik hüceyrəsinin autosom xromosom sayı neçə olur? Aha. Haploid xromosom yığımı A-dırsa, o deməkdir ki, somatik hüceyrəsinin diploid xromosom yığımı 2A-ya bərabərdir. Bu diploid hüceyrələrdən də ikisi cinsiyyət hüceyrəsidirsə, yerdə qalan, yəni 2A-2-dən belə deyim də, yerdə nə qalsa, bu autosom xromosom sayının payına düşür. Yəni, burada C bəndi uyğun cavab olacaq. 19-da hansı canlının diploid xromosom dəstəsində 1X cinsi xromosomu olur? 15-ci sualda buna oxşar idi. Elə orada da deyildi ki, cinsiyyət xromosomlarının deməli, diploid xromosom dəstəsində 1 cinsi xromosom olur. Aha. Yəni, X0 şəklində olanlar var idi. X0 şəklində olanlar hansılar idi? Demişdik ki, cüvələrin dişilərinin bəzilərində ümumiyyətlə, cüvələrin dişlərinin XY idi, bəzilərinin Y olmadı, X0 şəklində yazılırdı. Bir də ki, düzqanadlar və taxtabitlər. Bunlarda demək XY demək olur erkəklərində, amma Y olmayanda X0 şəklində yazılır. Mənim düzqanadlar və taxtabitlər demişdik. Burada da demək 19-da C bəndi. Deməli, erkək taxtabitdə bəli XY olmalı idi, amma Y olmadığına görə X0 şəklində göstərilir bunda da. Sonra deyir ki, hazırladığı qametlərin yarısı cinsiyyət xromosomu daşımayan fərdləri seçin. Yarısı cinsiyyət xromosomu daşımır deyirsə, yəni yarısında belə deyim də, ümumiyyətlə cinsiyyət xromosomu düşmür. Görünür ki, cinsiyyət xromosomu bir dənədir, X0 şəklindədir. İndi dedik bu barədə artıq, demək düzqanadların və taxtabitlərin erkəklərində və cüvələrin dişilərində olurdu bu. Cüvələrin dişisini götürürük, biri götürürük, ikini götürmürük. Sonra 3. Dişi çəyirtkəni götürmürük, erkək taxtabitini götürürük, erkək çəyirtkəni götürürük. 1, 4, 5. Burada da D bəndə uyğun cavab olacaq. Aha. Xarakter haqqında doğru olmayan fikri seçin. İrsən bəyaz sonradan qazanılmış xüsusiyyətlərdir. Doğrudur. Ali sinir fəaliyyətinin tipləri onun formalaşmasına təsir edir. Doğrudur. Tərbiyənin təsiri altında formalaşır. Doğrudur. Sosial amillərin təsiri altında formalaşır, doğrudur. Fiziki sağlamlığın xarakterin formalaşmasına təsir yoxdur. Bax, bu yanlışdır. İnsanın xarakteri onun fiziki sağlamlığından da asılıdır.
22-ci sualda insanın hansı qabiliyyəti onun bədən quruluşu və təbii xüsusiyyətlərindən bilavasitə asılıdır? Təbii ki, burada bədən quruluşu və deməli təbii xüsusiyyətlər deyərkən fiziki qabiliyyətlər nəzərdə tutulur. Yəni 22-ci sualda cavab B bəndi olacaq. Hansı qabiliyyət daha az irsən keçə bilir? Yaddaşın xüsusiyyətləri. Yəni yaddaşda bir irsilik yoxdur, yaddaşın irsən keçməsi yoxdur. Yəni buna görə də digər qabiliyyətləri yox, yaddaşın xüsusiyyətləri isə irsən daha az keçir. Çətinlikləri aradan qaldırılması üçün insanın düşüncəli fəaliyyətini həyata keçirmə qabiliyyəti necə adlanır? Düşüncəli fəaliyyətini həyata keçirmə qabiliyyəti çətinlikləri aradan qaldırmaq üçün burada adlanır. Deməli bu iradə. Yəni 24-cü sualda da cavab A bəndi olacaq. 25-ə baxaq. Şən hazır cavab hər şeylə maraqlanan, ünsiyyətçil birinin zamanla özünə qapanıq bədbin, repressiv birinə çevrilməsi müşahidə olunarsa, bu insanda ali sinir fəaliyyətinin hansı demək ali sinir fəaliyyəti tiplərinin hansı çevrilməsi müşahidə olunur? Demək ki, burada görünür ki, sanqvinik insan melanxolika çevrilir. Yəni sanqvinik şən hazır cavab hər şeylə maraqlanan ünsiyyətçil biridir. Melanxolik isə artıq depressiv, özünə qapanıq biridir. Yəni sanqvinik flegmatikə çevrilib burada. Üzr istəyirəm, melanxolika çevrilib burada. Yəni burada 25-ci sualda da cavab A bəndi olacaq. 26-ya baxaq. Hansı tipin nümayəndələri həm demək bir dəqiqə bunu kitabdan oxuyam gərək. Hansı tipin nümayəndələri həm əlaqə, həm də geoelmiklərə aiddir? Əlaqə elmikləri demək burada uşaq bizi quyruğunu götürəcəyik, amma geoelmiklərə asqari aiddir. Hər ikisi də subkultural tipinin nümayəndəsidir. Yəni B bəndi. Biri parazitizmlə əlaqədar uyğunlaşma deyil. Sərbəst hərəkət qabiliyyətini itirmək uyğunlaşmadır. Sorucu orqanların olması, qarmacıqların olması bunlar uyğunlaşmadır. Həzm sisteminin reduksiyası uyğunlaşmadır. Sinir sisteminin mürəkkəbləşməsi dediyinə görə bunu götürmürük. Çünki bu uyğunlaşma deyil. Parazitizmlə əlaqədar əksinə mürəkkəbləşmir sinir sistemi, sadələşir. O cümlədən də hiss orqanları sadələşmiş vəziyyətdə olur. 28-də deyir ki, verilmiş xəstəliklərdən neçəsi yalnız boğmayaqlar vasitəsilə yayılır. Hansı xəstəliklərdə boğmayaqlar vasitəsilə yayılırlar? Səpkili yatalaqdır. Sonra sarı qızdırmadır. Bir də malyariyadır. Malyariya. Amma digər ikisi taun və tulyaremiya isə bunlar həm də abiotik amillər vasitəsilə yayılırlar. Ona görə 3-cü götürük 3-də də C bəndində verilmişdir. 29-cu sualda deyir ki, bioloji miqrasiyasının hansı növü çoxalma sürətinə görə digərlərini ötürür. Burada söhbət biri-hüceyrəlilər tərəfindən həyata keçirilən birinci növdən danışılır. Çünki biri-hüceyrələrin demək çoxalması sürəti digərlərindən daha çoxdur. Ona görə də burada A bəndi uyğun cavab olacaq. 30-cu sualda bioloji miqrasiyasının yalnız bir növündə iştirak edə bilər. Söhbət burada bakteriyalardan gedir. Bakteriyalar yalnız biri-hüceyrəli olurlar. Onlar ona görə də sadəcə birinci növdə iştirak edə bilərlər. 31-ci sualda hansı aləmə aid olan canlılar bioloji miqrasiyanın yalnız 2 növünə aid ola bilər? Yalnız heyvanlar. Heyvanlar 3 növdə var. Birincidə də var, ikincidə də var, üçüncüdə də var. Ona görə götürmürük. Demək ki, burada heyvan cavabı harda varsa hamısını çıxırıq. Ona görə qalır D bəndi. Bitkilərdə göbələklərdir. Bitkilər və göbələklər. Bunlar 2 növdə, birinci və ikinci növdə iştirak edə bilərlər. Sonra sual işarəsinin yerinə yazıla bilər. Nə yazıla bilər? 2 dənə proses verib burada. Biri qutasiya prosesidir. Digəri isə transkrasiya prosesidir. Transkrasiya. Deyir ki, suyun damcılar şəklində ayrılması qutasiyadır, suyun buxar halında ayrılması transkrasiyadır, duz və digər maddələrin xaric edilməsi bu quttasiyada baş verir. Kiçik ağızcıqlar vasitəsilə həyata keçirilən transkrasiyadır, qutasiya iri ağızcıqlar vasitəsilə həyata keçirilir. Rütubətli havada proses zəifliyi deyilsə, bu da transkrasiyaya aiddir. İndi bizdə burada qutasiya tərəfdə sual işarəsi qoyduğuna görə biz 1-3 götürəcəyik, 1-3 C bəndində verilmişdir. 33-cü suala baxaq. Biri qelcinin çoxlanma xüsusiyyətlərinə aid deyil. Baxaq, sürətli çoxalma üsuludur, doğrudur. Stabilləşdirici təbii seçmənin rolunu azaldır. Stabilləşdirici təbii seçmənin rolunu azaltmır, əksinə artırır. Niyə? Çünki burada canlılar bir fərqlilik əldə etmirlər. Burada stabilləşdirici seçmənin demək təsiri daha özünü güclü nəzərə çarpdırır. Çünki burada yeni əlamətlər qazanılmır. Canlı özündə olan əlamətləri saxlayır. Ona görə də burada stabilləşdirici təbii seçmənin rolu artar, amma digər təbii seçmə formalarının rolu azalmış vəziyyətdə olur. Ona görə burada uyğun deyil dediyinə görə azalır verir və biz bunu B-ni götürəcəyik. Təkamüldə əhəmiyyəti azdır, doğrudur. Fərqlər dəyişkən ətraf mühit amillərinə davamsızdır, doğrudur. Əksər yeni nəsli müxtəliflik nəzərə çarpmır, doğrudur.
34-də Louis Pasteur'in bakteriyalar təbiətin mühüm bir qazanlarıdır. Fikri canlı maddənin əsas hansı funksiyasını özündə əks etdirir. Burada reagentlərin fəaliyyəti nəzərdə tutulur. Reagentlər də demək ki, burada biokimyəvi fəaliyyəti həyata keçirilir. Sonra 35-də məqsədi insan orqanizmində olan genlərin yerləşmə xəritəsini hazırlamaq olan layihə necə adlanır? İnsan genomu layihəsi adlanır bu layihədə. İlk klonlaşdırılmış Dolly qoyunu haqqında hansı fikir doğrudur? Xromosomların quruluşu yumurta hüceyrəsi istifadə edilmiş qoyunla eynidir. Deməli, Dolly'nin alınması necə aparılır? Əvvəlcə yumurta hüceyrədən nüvəsi çıxarılır. Bunun nüvəsini çıxardırlar. Bu nüvənin yerinə başqa bir qoyunun somatik hüceyrəsinin demək nüvəsini daxil edirlər. Deyək ki, xromosomların quruluşu yumurta hüceyrəsi istifadə edilmiş qoyunla eynidir. Xromosomlar bu nüvədən gəlirsə, yumurta hüceyrəsi istifadə edilmiş yox, somatik hüceyrəsi istifadə edilmiş qoyunla eyni olacaq. Ona görə bu ifadə yanlışdır. B-də deyək ki, mitoxondri DNT-si yumurta hüceyrəsi istifadə olunmuş qoyunla eynidir. Bu doğru olar. Çünki mitoxondri DNT-si, mitoxondrilər stoplazmada olurlar. Bunun nüvəsi çıxarılıb. Yumurta hüceyrəsinin nüvəsi çıxarılıb. Stoplazma ki yerindədir. Stoplazma yerindədirsə, ona görə mitoxondri DNT-si, bəli, yumurta hüceyrəsi olan orqanizmin mitoxondri DNT-si ilə eyni olacaq. Bu doğrudur. Yumurta hüceyrəsi və somatik hüceyrəsi olan genlər fərqlidir. Yumurta hüceyrəsi və somatik hüceyrəsində olan genlər fərqlidir. Bu da doğru deyil. Demək deyir ki, sahib olduğu bütün genlər somatik hüceyrəsi istifadə olunmuş qoyundan fərqlidir. Bütün genlər somatik hüceyrənin nüvəsini daşıyırsa, deməli ilə nüvədəki genləri daşıyır. Fərqli ola bilməz. Dolly'də çox lənc qocalma prosesi getmişdir. Əksinə çox tez qocalmışdır. Çünki artıq orada telomer qısalması özünü göstərmişdir. Yəni bu səbəb daha doğrusu telomer qısalması idi. Telomerləri qısa olduğu üçün artıq o daha tez demək məhv olmuşdu. 6 il cəmi yaşaya bilmişdi. Ona görə burada E bəndi də yanlışdır. Sadəcə B bəndi doğru oldu. Digərlərinə baxaq. 37-də deyək ki, aşağıdakı hansı biotexnoloji üsulla alınmır? Burada təbii ki, trombositlər alınmayacaq. Onlar qanun formalı elementlərinə aiddir, amma digər maddələr biotexnoloji üsullarla alına bilərlər. Transgenez prosesinin mərhələlərini düzgün ardıcıllıqla yazın. Deməli, əvvəlcə nə olur? Əvvəlcə nəzərdə tutulan gen ayrılır. Nəzərdə tutulan gen ayrılır və həmin geni deməli, belə deyim, işləməsini təmin edən sahəyə yerləşdirilir. Sonra həmin gen hüceyrəyə daxil edilir. 3. Hüceyrənin genomuna daxil edilir 2 və ondan da yeni bir orqanizm alınır. 1, 4, 3, 2, 5 B bəndində verilmişdir. 39-a baxaq. Genetik cəhətdən yaxın olan növ və ya cinslər oxşar izi dəyişkənlik sırasıyla səciyyələnir. Bu qanun necə adlanır? İlk dəfə hansı canlılarda müəyyən edilmişdir? Qanun deməli homoloji sıraları qanunudur və ilk dəfə də bunun taxılı bitkilər üzərində göstərilmişdir. Sonra eksteryer nədir? Eksteryer heyvanın xarici əlamətlərinin cəmidir. Burada da D bəndi. İndi burada testlərimiz yekunlaşır. 36-cı variantın testləri də yekunlaşmış oldu. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın oldu. Baxarkən inşallah bəyənərsiniz. Bəyənsəniz bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun. Diqqətinizə görə hər birinizə təşəkkür edirəm.